Herkese salam dostlar. Bugün növbəti bir video ilə qarşınızdayım. Bugünkü videomuzun mövzusu fizikadır. Və bu günləri fizika ilə bağlı çox gözəl mövzularım var. Hardasa 17 dənəyə yaxın, hardasa 20-yə yaxın bir maddə yazmışam. Görək. Hamısını sizlərlə bölüşəcəm. Ondan əvvəl bir şey deyim ki, bütün yorumlarınıza cavab yazmağa çalışıram. Yəni çalışıram, yox, hamısına yazmışam. Yəni kim nə yazırsa, hardasa vaxta kimi 300-ə yaxın bir yorum gəlibdi. Hamısına baxmışam, cavab yazmışam. Əlimdən gəldiyi qədər kömək ola bilmişəm. Amma yox, elələrinin ola bilər ki, təsadüfən sualını görməmişəm, üzrlü sayılsın. Varsa sualı da aşağıdan yazar. Sadəcə elə şeylər gəlir ki, məsəl üçün elədir ki, mən onu uzun səs şəklində və yaxud da bir video şəklində danışıb izah eləməliyəm də, yəni də elə məsləhət ver. Amma yəni onu bir-iki cümlə ilə yazılası olmur. Ona görə də məcbur oluram, qısa cavab verirəm. Ona görə deyirəm ki, əgər ki uzun bir cavab tələb eləyəndəsə, onda ya TikTokdan ya da Instagramdan hansı varsa sizdə, oradan yazın ki, mən uzun səs şəklində deyə bilim. Düzdür, indi fizika bölməsinə gəlib çatmamışam, amma ondan əvvəl bir-iki sözüm var, onu da deyim. Deməli, yorumlarda yazırlar ki, 9-cu sinifdə bu balı yazmışam, 11-də bu balı yaza bilərəmmi? Və yaxud da ki, bir ilə hazırlaşmağa çalışıram, ya nə bilim, məzuna qalıram, bunlar ola bilərmi? Əziz dostlarım, birincisi mən bilmirəm sizin oxuma tərziniz necədir, 9-a necə idi, 11-ə gələndə kimi dəyişibsizmi, nə bilim, müəllimləriniz necədir, sizdə mi problem olub əvvəl, yoxsa müəllimlərinizə problem olub, yoxsa nə bilim, mən nəysə baş verib, onların heç birini bilmirəm. Ona görə də bu suallara cavab verəndə həm motivasiya olsun deyə, həm də ki, təxmin yürüdərək ki, həm bu uşaqda belə olub, ola bilər ki, belə olsun. Onları düşünərək cavab verirəm. Amma yəni mənə də başa düşün ki, yəni mən bilə bilmirəm 9-da bu balı yazıbsınızsa, 11-də ondan yuxarı yazıb ya da aşağı yazma şansınız varmı, yoxmu? Bunların hamısı o qədər şagird görmüşəm ki, 9-da deyək ki, 300-ə yaxın maksimal yazıbdı. Amma gedib də 11-də həqiqətən də aşağı salıbdı. Eləsi də olub ki, 9-da həqiqətən 100 balı belə keçə bilməyibdi. Amma 11-ci sinifdə o qədər gözəl uğurlar, o qədər yüksək ballar qazanıb ki, sınav imtahanları olsun, belə imtahanlar olsun. Ona görə də hər bir müəllimin gözdəsi olubdur. Düzdür, balla müəllimin gözdəsi olmaq olmur, amma ki, məsələn deyirəm. Yəni, ona görə narahat olmayın ki, mən 9-da belə yazmışamsa, 11-də ola bilər ki, pis olsun, yaxud da 11-də yaxşı olsun. Ona görə də narahat olmayın. Belə suallar verəndə də mən belə cavablayıram ki, sizin oxumağınız nasıldır? Əgər yaxşı oxusanız, əgər bütün eforunuzu sərf eləsiniz, müəllimdən də çalışdığınız qədər bütün dərs bilgilərini almağa çalışsanız, zaten inşallah istədiyiniz nəticəni alınır. Yəni, elələr var ki, bir ilə də yüksəldə bilir ballarını, elələr var ki, 2-3 ilə də artıra bilməyənlər də ola bilər. Yəni, biri var 6 aya hazırlaşıb, çox yüksək nəticə yazar, bir də var 3 ildə hazırlaşır, amma heç nə alınmaz. Çünki biri var 5-ci sinifdən riyaziyyata gedir, amma alınmır da. Yəni, bunu eləyə bilər ki, heç eləyə bilməz. Belə, son olaraq da bunu deyim ki, YouTube'da o qədər gözəl dəstək görmüşəm ki, hardasa bu videonu çəkəndə hal-hazırda 362 nəfər idik, səhv yadımda qalmayıbsa. Bu videonu qoyandan sonra, izlənəndən sonra ondan da çox ola bilərik. Bunları görmək mənə çox sevindirir. Çünki hər dəfə baxırımsa, dünənləri axşam videoya baxdım. 299 uyduq, 300 olduq. Sonra şey paylaşdım. Nə deyirlər, onu post deyirlər də. Onu paylaşdım ki, belə olmuşuq. Sonra səhər durdum, gördüm ki, 350 nəfər keçmişik. Çox sevindim. Düzdür, YouTube'dan belə bir şey görmək mənə çox sevindirir. Həqiqətən də ki, dəstək olduğumu görmək, faydalı ola bildiyimi görmək həqiqətən mənə çox sevindirir və video çəkməyi təşviq eləyir. Yəni, hal-hazırda kameranın qarşısına keçmişəm. Heç bir söz hazırlamamışam ki, yəni bunları danışacağım. Sadəcə belə başlıqlar yazmışam ki, bilim nə haqda danışacağam. Əgər ki, bu videonu izləyirsinizsə, TikTok və Instagram hansısa birisi varsa və yaxud da ikisi də varsa, çox xahiş edirəm, burada göstərdiyiniz dəstəyi orada da göstərərsiniz. Çünki istərsiniz, burada dərsə çox maraqlı olan uşaqlar çoxdur, abituriyentlər çoxdur ki, həqiqətən maraqlanır, izləmək istəyir. Amma ki, TikTok və Instagramda dərslə bağlı videolar çox da tutmur. Bilmirəm, bəlkə oxuyan uşaqlar, yəni istifadə eləmir abituriyentlər o proqramları və yaxud da ki, nədəndir bilmirəm. Abituriyentlərin qarşısına çıxa bilməmişəm hələ ki. Ona görə də videolarım çox izlənmir və bu mənə biraz məyus eləyir. TikTokdan və Instagramdan çox da yəni irəliyə bilmirəm.
Amma ki sizin dəstəyinizlə əgər hansısa bir proqramınız varsa, yoxdursa yükləməyin, çünki sonra evdəkilər deyir ki, Aynaz niyə yüklətdirdi bunları. Yəni zərərli bir şey istifadə etmək üçün demirəm, sadəcə dəstək olmaq üçün. Əgər varsa hansısa bir proqram yaxud da ikisi də girib Aynaz Zel ilə YouTube adını yazsaz, orada mənə dəstək ola bilərsiniz. Təşəkkür edirəm öncədən. Deməli, bunu dedim, onu dedik. Başladıq fizikaya. Fizikadan nə oxumuşam, nə eləmişəm, ondan hamısını bugün sizə deyəcəm. Birinci, qaydadan danışacağam ki, mən qaydanı necə oxuyurdum, necə yadımda saxlayırdım. Deməli, mən qaydanı hansısa bir qayda kitabından oxumamışam. Amma qayda tövsiyəsi də verəcəm, hansı kitabdan oxuyasın, necə oxumamışam. Deməli, mən hələ fizika sürəmənim belə başlayıbdı. Məktəbdə çox yaxşı oxuyurdum. Yəni fizika baxımından hər ikisində sinifin müəllimə mənə dərsdən əlavə toplu filan da işlətmək istəyirdi. Düzdür, o vaxt düz xətti filan işləmişdik ancaq. Amma yəni məktəb səviyyəsinə görə mənə çox üstün gəlirdi ki, ayda Aynaz, sən fizikanı belə yaxşı bilirsən. Mən düşüncəm bu idi ki, hə Aynaz, sən imtahana gedəndə də, hazırlıqlar başlayanda da 10-cu sinifdə çox rahat olacaq da fizikanı patladasın. Amma kimyadan zəhləm gedirdi. Hər nəysə onu kimyada danışacağıq. Amma ən axırda sevdiyimsə nə oldu? Kimya oldu. Amma sonra ikinci fizika gəlirdi. Hər nəysə, mən dedim ki, hə də indi çox yaxşı bilirəm, fizikanı gedib hazırlıqda da patladacağam. 10-cu sinifə başladım. Fizikanın biraz qarma-qarışasını gördüm. Dedim ki, Aynaz, sən fizikanın əlvedalaş. Denən ki, Aynaz, 80 falan yazsın şükürlüdür. Yəni, bu fikirlə 10 sinifə başladım. Axırı kimdə bu belə davam elədi. Amma 11 sinifə başlayanda isə nəysə oldu. Bilməm nə oldu. İndi onlar haqqında ümumi nə eləməlisə onu danışacağam. Mən nə eləmişim, hamısını deyəcəm. Deməli, 11 sinifə girəndə isə bilmirəm, artıq biologiya daha çətin gəlməyə başladı, amma ki, digər fizika ilə kimyası rahat gəlirdi. İlk 2-3 ay çətin oldu, çünki heç nə bilmirdim, amma ondan sonra müəllimimiz biraz bizim elədi ki, narahat olmayın da, öyrənəsizlik ilə mən hər şey öyrədəcəm sizə. Nəysə, fizikadan davam edeyim. Fizika nə bilim, rahatlaşmağa başladı. Düzdür, yadımda qalmırdı mı? Yenə yadımda qalmırdı. Bir şey deyə bilmərəm. Yəni, deyim ki, fula yadımdadır. Yox. Bir də ümid edim ki, buraxılışı verəcəm. Buraxılışdan sonra qalan o 2-3 ayda sırf təkrarlayıb hamısını yadda saxlayacağım. Birinci isə yadımda qalırdı. İkinci isə yadımda qalmırdı. Bilmirəm, əzbər çox uydum orada. Nə idi səbəbi bilmirəm, amma yadımda qalmırdı yəni. Amma niyə də yadımda qalmır, onu da deyəcəm. Çünki buraxılışa qədər biz hardasa maqnitə qədər maqnit daxil yox. Oraya kim keçmişdik? Amma mən axırıncı, yəni 11 sinifini düşünün ki, mart aydı. İkinci hissəni mən bir dənə 10-cu sinifdə oxumuşdum. O da ki, biraz yola verdi deməyim, amma 10-cu sinifin o kafası var. Hə, 11'im var, hələ 11'də oxuyaram da, eyb yoxdur. 10 sinifi biraz baza yığım, 11'də oxuyaram. Bu ağımla davam eləmişdim deyə. Çox da deyim ki, ikincisini patlatmırdım. Yəni, patlatsam belə yay ayında yadımdan çıxmışdı və yay ayında heç nə oxumamışdım. Yəni, deyim ki, oturub fizika oxumuşam, yox. Heç nə oxumamışdım, heç bir fən oxumamışdım. Nə qədər keçmişdik və mən çox stressləndim ki, Aynaz, sən ikinci səninci əmi 3-4 mövzusunu keçibsən, qalan heç nə keçməyibsən, heç nə yadında deyil. Sən buraxılışdan sonra 2-3 aya nə edəcəksən? Və düşünün ki, son bir ay qalmışa kimi istəsəməz təzədən birinci hissə təkrarından başlayırdıq deyə, ikinci hissə yenə axıra qalmışdı. Və mən ikinci hissənin toplusunu yaza bilmədim. Yazamadım deyəndə qayda öyrənməklə məşğul olduğu üçün qayda oxudum, elədim, toplu yazma vaxtım qalmadı və beləcə də onu elə yekunlaşdırmışdım. Necə deyəcəyiz və ikinci sən yazmamış getdim, belə elədin. İndi müəllimin sınaq qrupundan danışacağım. O sınaqların izahına falan baxa-baxa elə yazmışdım və güvənirdim ki, əgər mən qaydanı yaxşı bilirəmsə və müəllimin verdiyi suallara cavab verə bilirəmsə, düşünmüşdüm ki, imtahanda da o suallar yaza bilərəm. Çünki vaxtım yox idiysə, yəni toplu. Yəni deyirəm ki, mən elədim, siz eləməyin. Çünki toplunu yazmamış getmək məndə bir risk idi. Yəni ola bilərdi ki, həqiqətən topludan bir çətin sual düşərdi, amma mən onu heç birini işləməmişdim deyə yaza bilməyə bilərdim. Amma ki, bizdə mən müəllimimə güvəndiyim üçün
həm də özüm qaydaya güvəndiyim üçün demişdim ki, aynen son 2-3 gündə təkrar edəcəksən, qaydalar yadıma düşəcək. İmtahanda da o qədər o mövzuya, hər mövzuya maksimum bir sual düşəcək. Yəni o qədər çətin sual səni gözləməz. Və mən yadımda səhv qalmayıbsa, ikinci hissədən yenə düşdü. Situasiyaların həm birinci qəbulda, həm ikinci qəbulda ikinci hissədən düşmüşdü. Səhv yadımda qalmayıbsa. Hər nəysə, bunları uzatmadan keçim qaydaya. Qayda olaraq məndə mən 2 müəllim dəyişmişəm. Necə? Birinci əsgər müəllimlə başlamışam. Yəni, amma buraxılışdan sonra isə Surət müəllimin sınaq qrupu olurdu. Ümumiyyətlə, deyim ki, YouTube'da da geçseniz yani zaten Surət müəllimin videolar falan da var. Oradan da baxa bilərsiniz. Zaten bu reklam deyil, belə bir şey yoxdur. Mən müəllimlərə tövsiyə edirəmsə, zaten öz istəyim olaraq deyirəm. Deməli, müəllimin öz dərsinə Surət qrupu olsun, normal dərs olsun, qoşulsaz, sınaq qrupu da zaten avtomatik qoşulursunuz, yəni pulsuz şəklində, amma yox, ancaq pul verib sınaq qrupuna da qoşula bilərsiniz. Deməli, sınaq qrupuna ümid idim mən və ona da qoşulmuşdum. Hansı ki, sürətlə sınaqların neçə dəfə təkrarlaya bilirdik. Necə dəfə təkrarlayırdıq? Birinci qəbula kimi bir təkrarladıq, ikinci qəbula kimi bir də təkrarladıq. Amma o sınaq hissəsinə gələcəm. Hər nəysə, mənim müəllimlərim belə olmuşdu. Sadəcə indi məsələ oradadır ki, qayda olaraq 2 müəllimin ikisi də zaten konspektdən istifadə edir. Yəni, ümumiyyətlə, mən konspekt oxumuşam ancaq. Sadəcə müəllimlərdən soruşanda ki, müəllim, bəs qayda oxumaq istəsəm neyiniyim? Deyirlər ki, güvən. Yəni, fəsad ayrımırlar, nə yalan deyim. Yəni, deyirlər ki, qaydadır, fərqi yoxdur. Amma mənə görə güvəndir məncə. Deyim niyə? Çünki o bir kitabları, nə bilim, belə çox da sevməmişəm deməyim. De Hikmət Mehdiyevi səhv yadımda qalmayıbsa, təbii ki, burada dis reklam da eləmək istəmirəm. Sadəcə mənim qayda kitabı oxumağa həvəsim yox idi. Yəni belə çox solğun olurdular. Yəni nə bilim, qaydalar yarım yamalaq verilirdi. Yəni biri burada, biri orada. Bilməm, mən başımı götürmürdü, ona görə də oxumurdum. Bir oxuduğum qayda kitabı güvən idi. Mən özüm elədiklərimi deyirəm, amma ola bilər ki, kimisi üçün Hikmət Mehdiyev yaxşı olsun, kimi üçünsə başqası olsun. Güvənən qayda kitabı, yəni şəklini falan qoymağı düşünmürəm, çünki bilirsiniz də, yəni qayda kitabıdır. Yəni güvənin adi qayda kitabının il fərqi yoxdur məncə. Çünki mən hansının PDF-ini əldə eləmişdimsə, onu oxumuşdum. Məndəki qəhvəyi idi üstünün rəngi. Hə, qayda kitabı olaraq onu oxuya bilərsiniz, əgər konspekt vermirsə müəllimimiz. Amma məndəkilərdə konspekt var idi deyə oradan oxuyurdum, çünki nisbətən qısaldılmış formadaydı. Həm də ki, biri var ki, 20-30 səhifə bir qayda oxuyasan, bir də varsa ki, deyilsin, bu mövzu üstündə, hə, 10 səhifədir, vəssalam, onu oxuyun, bitirin. Sadəcə, indi müəllim konspekti bölüşmək olmadığı üçün, qadağan olduğu üçün sizlərlə bölüşə bilmirəm, təəssüf ki, amma müəlliminiz konspekt yazırsa, onu oxuyun. Yazmırsa, müəlliminizdən narazısa, mənim müəllimlərimə müraciət eləyin. O da olmadısa da güvənin kitabından oxuya bilərsiniz. Mən niyə onu sevirdim? Çünki çox ətraflı idi. Düzdür, bəzi lazımsız məlumatlar da vardı. Çünki abituriyentlərdən başqa müəllimlər də hazırlayırdı. Səhv eləmirəmsə o kitab. Ona görə də istərsiniz bilgi çox olurdu. Eləsi vardı ki, məsələn, proqramdan çıxarılıbdı, amma ki, var da, yəni o qayda var. Məsələn, yaylı şeylərin rəqqasları idi, nə idisə, onların ardıcıl paralel qoşulmasına aid qayda var idi, amma o çıxarılıb proqramdan. Ona görə onu oxumağa dəyməzdi. Sadəcə onu müəllimimizdən soruşa bilərsiniz ki, müəllim nə çıxarılıb, nə çıxarılmayıbdı ki, onu oxumayasınız, havaya baxdınız, getməsin. Qayda olaraq buydu. Necə yadda saxlayırdım, yadda saxlaya bilmirdim. Yəni, deyəcəksiniz ki, nəyin tövsiyəsini versən bəs burada? Neyinə bilərəm, mən hər şey yadımda qalmırdı da. Mənim yaddaş problemim vardı. Yəni, deyim B12 azdı falan. Yox, təbii ki, sadəcə yaddaş problemim var idi da. Yəni, yadımda saxlaya bilmirdim. Necə yadda saxlaya bilmirdim? Hə, təkrarladım, okey, qalırdı burada. Amma onun qalma sürəsi 2 ya da 3 gün idi ki, hansı ki, imtahana görə də 2-3 gün əvvəldən təkrar başladım ki, hə, oxudum bu günləri, yəni ən azı 2-3 gün qalacaq yadımda. İmtahana kimi yazıb tutarım, ondan sonra unutsam da olar. Düz, yeni də yadımda qalanlar var, nə yalan deyim. Sadəcə biri var, dərsin ayrıntısına qədər yadda saxlaya biləsiniz. Biri də var ki, üstdən, yəni 2-3 məlumat yadınızda qalar, qalmaz. Məsələn, indi hal-hazırda sorursanız məndən, qalanlar da var, qalmayanlar da var. Yəni, o imtahandan çıxıb full unutmaq deyilən bir şey baş vermir. Yəni, yarı unudursunuz, yarı unutmursunuz. Ona görə də belə, yəni, zaten tipdə də lazım olacaq deyə düşünürəm. Ona görə onu da bilmədim. Deməli, belə. Yadda saxlamaq üçün çalışın ki,
düstur dəftər tutun. Yəni nə bilim, tez-tez təkrarlayın. Belə bir şey də eləyə bilərsiniz. Yadınızda qalmır, məndə də qalmır. Sadəcə imtahana yaxın vaxtlarda çox tez-tez təkrarlayırdım. Bir də ki, imtahana yaxın zaten avtomatik həqiqətən beyniniz oturacaq. Çünki gör, neçə dəfə təkrarlamış olacaqsın. Ən böyük yadda qalması üçün təkrarlamaqdır. Təkrardan başqa həqiqətən də yalandır. Çünki elə olurdu ki, məsələn, bir ifadə deyək ki, bir açılış digərinə oxşuyurdu. Ona görə də qarşılıqlı olurdu. Yadımdan çıxırdı bu avtomatik olaraq beynimdə qalmır. Amma ki, məsələn, müqayisə eləsəm ki, hə, bu açılış belə idi, bu açılış belə idi. Onu hər hansı bir şeylə yadda saxlamağa çalışın. Yəni başqa nə bilim, konspektiniz olsa daha yaxşı olardı ki, nisbətən daha rahat olardı. Amma başqa yadda saxlamaq nə bilim. Amma şey eləyəcəm, bu haqda biraz təzədən gələcəm. Sadəcə indi bir-bir oxuyum. Güvən, qayda, konspekti dedik. Birinci hissə yoxsa ikinci hissə? Mən dediyim kimi, birinci hissə mənə daha rahat gəlirdi. Bilmirəm, bəlkə də sadəcə hesablama filan çox olduğu üçün öyle. Düzdür, ikisi də hesablamadır da, yəni əsas düsturu bilməkdir. Amma mən birinci hissəni daha çox işləmişdim deyə, həm 10-cu sinifdə, həm 11-ci sinifdə, həm buraxılışdan əvvəl işləmişim, buraxılışdan sonra. Həm də o mövzular mənə nisbətən daha rahat gəlirdi. Amma bəziləri vardı ki, məsələn, hazırlıq qrupunda deyirdi, ikincisi daha rahatdır. İkinci hisədə məncə daha çox əzbər var deməyim, sadəcə nəzəri bilgilər də üstünlük təşkil edirdi. Məsəl üçün, volt, amper nəsə xarakteristikası var idi, onun qrafikləri var idi, onu yadda saxlamaq idi, müxtəlifliklərdə elektrik keçiricilik, o dərslər məsələn. Sonra nüvə dərsi məsələn maraqlı idi, o şeylə kimya ilə əlaqəli idi deyə daha maraqlı gəlirdi. Nə bilim, axır mövzularda işıq kvantı falan nisbətən rahat dərslər idi deyə sevirdim. Çünki bir düsturu vardı ki, Y bərabərdir, Y kinetik üstəgəlsin A çıxış. Ona görə o rahat yadımda qalırdı deyə bəzi mövzular asan, bəziləri üçün çətin gəlirdi. Sadəcə əsas ayrımcılığım təkrar daha çox elədiyim hissə birinci hissə olduğu üçün o mənə daha rahat gəldi. Test olaraq nələr işləməlisiniz? Test bir nömrəli toplu. Zaten bunu hər yerdə bilirəm, əzbərləyibsiniz. Siz 400 nəfər yaxın izləyicilərim. Hamınız əzbərləyibsiniz ki, toplular. Toplular vaz keçilməzdir. Deyəcək İspanyolca ikinci sən yazmayıbsan, nə olub? Düzdürmü? Çox bir şey itirmədim, amma mən itirmədim. Bəlkə mənim imtahanımda, yaxud da ki, mənim qayda öyrənməyimdə, müəllimlərimdə fərq oldu deyə bir şey itirmədim. Amma elə bir şey ola bilərdi ki, bizdə məsələn necə idi? Dərsdən əvvəl sual cavab olurdu, həmin mövzuya aid, həmin əvvəl keçdiyimiz mövzuya suallar olurdu, çətin tipli suallar. Onları müəllim bizə verirdi, biz onların cavabını atırdıq müəllimə. Müəllim yoxlayırdı, sonra da onlar bir izah eləyirdi. Yəni qeyri-adi bir sual tipləri görmüşdüm. Məsəl üçün, bir də şeyləri işləyin. Əsas toplunu işləyin, topdakı mövzu əlaqələri var ya, onları mütləq işləyin. Çünki elə ki qarışıqdır da, şeyin adı yanından çıxdı, gözlüyün görüm. Var ya, bir neçədən mövzunun qarışığı, genetik əlaqə tapdım. Bilmirəm, fizikada da genetik əlaqə idi mi, adı yoxsa yox. Amma genetik əlaqəni mütləq işləyin, çünki onunla bunun qarışığı idi. Mən özüm işləyə bilməmişdim. Onun izahına baxmışdım YouTube'dan. Bir də soruşurlar ki, YouTube'dan haranın izahına baxaq, hansını tapdınız? Yəni, baxın, hansı ürəyinizə xoş gəlirsə, hansı müəllimin dilini, ən azı bir sualın izahına baxın, görün, hansı dilinizə uyğun gəlir, başa düşürürsünüzsə, elə baxın, yəni, başqa nə deyim mən sizə. Toplu. Sonra biz güvənli işləyirdik, necə işləyirdik. Buraxılışdan sonra düzdür işləyə bilmədik, çünki zaten toplu qayda təkrar yönümlü gedirdi. Amma buraxılışa qədərsə işləyə biləcəyimiz güvən var. Niyə? Güvənin B və C-sini. C-sini nə yalan deyim, yormasaz da olar özünüzü, amma B-lərini işləyə bilərsiniz, əlavə sınaq olsun deyə. Yəni, güvənin B-lərini işləyə bilərsiniz. Niyə? Çünki əlavə testdir. Amma yoxucu 10-cu sinifi keçibsinizsə, nə bilim, 11-in axırlarına yaxınsınız və s. bu birini nə vaxt baxacaqsınız. Vaxtınız yoxdursa, yəni vaxtınız itirməyə bilərsiniz. Amma vaxtınız var, əlavə bir şey işləmək istəyirsinizsə, güvənin B-lərini işləyə bilərsiniz ki, fərqli tipdir. Sadəcə, nə işləmək tövsiyə eləmirəm daha çox? Yəni, vaxtınızı qaydaya daha çox önəmliyin. Çünki qayda və toplunu bir yerdə apara bilirsinizsə, beyniniz
həm qaydanı öyrənibsə, tam mənimsəyibsə, həm də testlərdən azı başa gəlmə qabiliyyətiniz varsa, yəni o tip sualı görəndə yaza bilirsinizsə o mövzuya aid. Onu da əlavə işləməyə gərək yoxdur. Elə mövzunu möhkəmləndirin, qaydanı yadda saxlamağa çalışın, bəsdir. Sadəcə, məsəl üçün, bizdə müəllim işlədirdi, dərs sonra vaxtımız qalırdı deyə müəllim məsəl deyirdi ki, oturun, işləyin, sonra mənə atarsınız. Belə deyirdi. Ona görə də yazıb atırdıq. Zaten müəllim verib də işləyirik. Amma yox, əgər ki, qayda öyrənməkdə çətinlik çəkirsə, həmin testlər yazmaqda çətinlik çəkirsə, o yadınızdan çıxırsa, onda təzədən yazın. Necə yəni? Güvən təzədən yazın. Toplunu yazdınız. Bir və toplunu 3 dəfə dalbadal yazmaq, düzdür, əzbərləmiş olarsınız sualları, o heç. Amma ki, əzbərləməkdən də yana, başqa güvəndən də eləsəz, nisbətən rəqəmlər fərqli olacaq. Həmin sual tipinin rəqəmləri dəyişilmiş formada təzədən görəcəksiniz. Bu topluda yaza bilməsəz belə, güvəndə bəlkə yazma qabiliyyətiniz daha çox arta bilər. Bu da sizə kömək ola bilər. Sonra sınaqlar. Bayaq dediyim kimi, Sürət müəllimin sınaq qrupu vardı. Orada da nələr var idi, onları deyim. Model. Təbii ki, bu testləri atırdılar elə bir ki, bir günü, deyək 2-4-6 sırf test atılırdı, məsələn deyirəm. 2-4-6 test yox, 1-3-5 test atıldı. Hansısa testlərin PDF şəklində model, Landau, güvən, hədəf, bunların testləri atılırdı. İndi yandan çıxmışdı ola bilər hansısa biri. Bunların testləri atılırdı. Amma 2-4-6-cı günlər isə bunların izahı atılırdı ki, hansı müəllim tərəfindən izah olunmuşdu. Düzdür, bunların bəziləri zaten YouTube-da açıq şəklində paylaşılıb. Sadəcə biri var ki, girib baxdırasan. Amma ki, belə biz özümüz həmin testi yaza bilirdik. Ondan sonra isə sabahsı günü isə müəllimin izahına baxa bilirdik. Model işləmək mütləqdir. Belə müəllimin 2022-ci ilə qədər idi, mən bilən səhv yadımda qalmayıbsa, 2022-ci ilə qədər modelin suallarını izah eləmişdi. Yəni, elə ki, 2022-ci ilə kimi keçirilən bütün bu modellərdə, olan modellərdə, deyək ki, düz xətli qərb və sürətli hərəkətə düşən bütün sualları seçmişdi elə ki. Elə bir seçilmiş suallar mövzusuna hakim bir şeydir, sadəcə modeldən olan suallar. Nə bilim, sırf hədəfin həmin mövzuya uyğun sınaqları belə idi. Yəni, ümumi də ondan da başqa nələr atılırdı. Bu vaxta kimi hədəfdir, güvəndir, nə bilim, OTK-da onların keçirilmiş imtahanları varsa, əvvəlki illərin onlara da izah atılırdı ki, təkrar olsun, ümumi sınaq kimi. Axırlara da yaxın zaten ümumi sınaqlar atılırdı. Landau çox önəmlidir. Çünki 2-3 dəfə Landau'dan düşən, Landau'da var axı orada situasiya, ətraflı və s. Həmin o suallarda tam dimə düşənlər var idi ki, yəni oradan götürüb dimə salmışlar, tam-tamına eyni. Düzdür, bilməm indi bizimkini elə eləmişlər, yoxsa yox, yalan deyərəm. Araşdırmadım, yəni düşünürəm ki, imtahanı verdim, qutardım, elə atmışam, qoymuşam ora. Sadəcə sizlərə şey eləmək üçün, demək üçün məcburam ki, araşdırın biraz ki, nələrdən deyim ki, sizə faydalı olsun. Deməli, orada baxdıq ki, müəllimin özü də bizə deyirdi ki, mütləq Landau'nu işləyin. Çünki Landau'dan, indi o bir fənləri bilmirəm, bir diliz fizikadan oradan kopyalıb bura atmışlar. Yəni, deyirsiniz ki, bəlkə imtahana düşüb, imtahandan götürüb Landau'ya salıblar. Yox, yəni il baxanda birinci Landau'da o sual olubdur. Belə, yəni test olaraq toplulara önəm verin. Başqa bir şey işlədiyimizi xatırlamıram. Belə, 10-cu sinifdə nələr elədim? 10-cu sinifdə mən 11-lərinə qoşulurdum. Fizikadan Əsgər müəllimə. 11-lərlə qoşulmaq faydalıydım, faydalıydım. Sadəcə biraz da mən Aynazda şey yaratmışdı ki, Aynaz şey eləyərsən də, 11-də həll eləyərsən, indi öyrənməyinə. Prosta 11-lər kimi çox özü öldürmək ki, mən fizikadan dağıdacam bu il. Hər şey ümidimi 11-ə bağlamışım, amma siz mənim kimi eləməyin. Çünki həqiqətən 11-də çox əziyyət çəkdim o baxımdan. Müəllimlərim də gördü ki, gecə səhər gündüz ancaq oxumağa çalışırdım ki, oxumağa çalışırdım o ayrı məsələ, sadəcə çox zülm çəkirdim. Yəni, biri vardı ki, 10-cu sinifdən mən 2-ci sinifəni yaxşılaşdıra bilərdim. Yaya yaxınlaşdığımız üçün tənbəllik eləməyə bilərdim. Amma ki, tənbəl elədiyim üçün yenə oxusam da təkrar eləmədim. Yay boyu da başını buraxdım deyə nə oldu? Avtomatik olaraq yadımdan çıxdı. Bu arada bunu da bölüm sorunun ortasında 10-cu siniflərdə, 9-cu siniflərdə ayrı tövsiyə gələcək. Sadəcə birinci 9-lara gələcək, sonra onları gələcək. Çünki 9-lar indi imtahan verəcəklər. Onlar isə hələ vaxtları var deyə birinci 9-ları aradan çıxarmalıyam. Ona görə birinci 9-ları aradan çıxarmaq istəyirəm. Sadəcə
Tez-tez video çəkmək istəyirəm. Prosta gün içərisində həm vaxt cəhətdən, həm də ki, isti hava şəraitidir. Yəni biraz küləkliyibdir. İstilik, həm gəzmək, tozmaq ora-bura. Ona görə də biraz vaxt qıtdığım olur. Amma çalışdığım qədər tez-tez video atacağım. Bu da qısa bir araydı. Hər nəysə, 10-cu sinifdə ona görə biraz əhl-keyfli eləmişdim. Amma siz nəyin? Siz çox da əhl-keyfli eləməyin. 10-cu sinifsizsə, 11-sizsə heç, 9-suzsa yəqin ki, bu videoya baxmayacaqsınız. Baxırsınızsa da buraxışınızı verəndən sonra boş durmayın. Amma onu inşallah bir videoda danışaram. Amma 10-cu sinifsizsə həqiqətən də çox xüsusən düşün ki, ən azı birinci hissəni orta səviyyədə bilin, ikinci hissəni orta səviyyəyə qaldırmağa çalışın. Çünki deməyin ki, mən 11 sinifdə gücləndirərəm falanlı filanlı. Belə bir şey eləməyin, çünki çətin olacaq, çətin çəkəcəksiniz. Yəni belə. 11 sinifdə nələr elədim? 11 sinifdə zaten danışdım. Artıq nisbətən fizika rahat gəlməyə başlamışdı. Rahat gəlməyə başlamışdı, bilirsiniz nədir? Hər şey sizin beyninizə başlayır. Niyə beyninizə başlayır? Çətindir deyəndə də sizsiz, asandır fizika deyəndə də sizsiz, mən bacarıram deyəndə sizsiz, mən bacarmıram deyəndə sizsiz. 10-cu sinifdə mənim ağlımda bacarmıram, çətindir sözlər keçirdi. Amma 11-də isə ağlına asandır, asan da olmasa mən bacaracam, eləyəcəm deyirdim. Niyə? Çünki deyirdim, qəbullar işləyəcəm, modellər işləyəcəm, onlara oxşar tip sual düşəcək. Bugünə kimi necə normal səviyyədə düşübsə, indi normal səviyyədə düşür. Və mən bu ağlımla da rahat getdim, yəni fikirləşdim ki, aynəs, çətin də asan da fərq yoxdur. Fəndir. Heç bir fənni adam ana qarnından öyrənmir ki, hə, mən doğulandan fizika bilərək doğulmuşam. Yox. Sadəcə onu zamanla 2 il müddətində, indi 1 il oxuyan da ola bilər, 2 il oxuyan da ola bilər. Mən məsələn 10 sinifimi çox, yəni elə bir 11-ə başlayanda sıfırdan başlamış saydım. Niyə? Çünki yayda zaten unutmuşdum. Beynim prezagruska olub sıfırdan başlamışdım. Ona görə də mən sanki düşünün 1 ilə hazırlaşmışam və 1 ildə yox, ən yaxşı güclə hazırlaşdığım son 1 ayda, 1 həftədə, 2 həftədə olmuşdu. Hər nəsə, yəni düşünün ki, mən o vaxtı müddətində o qədər artıra bilmişəmsə, siz niyə eləməyəsiniz? Ona görə də hər şey zihninlə başlıyor. Düsturu əzbərləmə, çıxarışını öyrən, həyatla bağla. Niyə? O qədər önəmli sözdür ki, bu. Bir vahidlər. Məsələn, olur, Newton açılışını okeydə hamı əzbərə bilir ki, kilogram olsun, metr bölünsün, saniyənin kvadratıdır. Bunu indi hamı əzbərə rahat saxlaya bilir. Sadəcə, məsələn, orada böyük şey vardı, qravitasiya sabiti. Onun düsturunu əzbərləyənlər, düstur yox, bu vahidini əzbərləyənlər vardı. Amma mən heç vaxt əzbərləmirdim. Heç vaxt. Çünki bilirdim ki, bunu əzbərləyəcəm, zaman keçəcək, bu birisini də əzbərləyən vaxtdır, bununla onu qarışdıracağım. Mən bunu bilirdim, ona görə də əzbərləmirdim. Əzbərləyib yaddan çıxarmaqdansa beynimi yormurdum ən azından. Düzdür, mən də belə sağlığımda baxaracağım. Belə bir şeylər yazmışdım. Cırdım hal-hazırda. Amma heç baxmırdım. Yəni, baxacaqsa yaza bilərsiniz, amma mən baxmırdım. Düşünün ki, hər yerimdə olduğumuşum elə bir plakatlarla, amma baxmırdım. Yəni, yalan deyim, otaqda çox oxumurdum. Həmişə deyirdim ki, aynən otağa girəcəksən, otaqda oxuyacaqsan, otaqdan çıxmayacaqsan ki, fikrin yayılmasın. Amma hər zaman ya yataqda oxuyurdum, ya uzanaraq oxuyurdum, ya evdəkilərin yanında oxuyurdum. Həmişə belə olurdu. Amma mən ən azından fikrimi toparlaya bilirdim. Amma toparlaya bilməyəcəksinizsə, sakit bir yerdə, otaq olsun, bir yer olsun, kuxun olsun, harada rahatsızsa, orada sakitcə oxuya bilərsiniz. Hər neysə, mövzunu qaytarmayayım. Mən bilirdim ki, o yadımda qalmayacaq. Ona görə də onu oxumurdum. Həmin onu həyatda saxlaya bilmirdim. Ya da saxlamadığım üçün əzbərləmirdim və çıxışlarını əzbərləyirdim ki, məsəl üçün, J haradadır, F-in düsturunda F bərabər J vurulsun, M1, M2 bölünsün, N-in kvadratı. Orada F vurulsun, N-in kvadratı bölünsün, 1, M2, J-nin düsturu olduğu üçün F-in yerinə Newton, N-in yerinə nə bilim metrin kvadratı, kilogramın kvadratı belə yazırdım, elə də çıxarışı tapırdım. Yəni, ona aid, çıxarışı aid, yəni vahid aid bir sual düşür. O sualı yazmaq üçün də bu qədər vahid əzbərləməyin əvəzinə həmin orada istər-istəməz, nə bilim, volt yazacaqlar, nə bilim, joule yazacaqlar.
onları düstura gətirirdim ki, məsəl üçün lox nədir? Oldu da, o da bərabərdir i bölünsün r-dir məsələn. Nə bilim, oradan çıxara əsasən ikinci hissədə joule-la voltu əzbərləmək lazım olurdu. Birinci hissədə də Newton-la hər şey açılırdı. Yəni bizdə müəllim dedi ki, əzbərləyə bilmirsinizsə, əsodakı çıxarışları öyrənin. İndi ona bağlı danışacağım zaten. Bir də qaydanın öyrənmək üçün həyatla bağlaya bilərsiniz. İkinci hissədə həyatla bağlı bəlkə çox bir şey yoxdur. Düz indi evin elektrik cəryanı və s. düşünə bilərsiniz. Amma ki, birinci hissədə ən azından düz xətti bərabər sürətlər hərəkət olsun, hansına nisbi sürət tapanda toplayırıqmı, çıxırıqmı, onları məsələn həyatla bağlaya bilərsiniz ki, ən azı biraz yadınızda qalsın. Həyatla bağlamaq o cür də demirəm. Bəlkə düsturu, məsəl üçün bizdə şey var idi. i bərabərdə 7 düsturu var, S, E, V, N. Biz bunu adi 7 rəqəmi ilə yadda saxlayırdı. Nə biləyim, yəni müəllim elə deyirdi və bizdə də o elə yadda qalırdı. Amma hər birimizin də, məsəl üçün, nə idi düstur? Nəsə, İBL var, İBL, kosinus alfa ya da sinus alfa idi. Və sonra da bir nə yadda saxlayırdım ki, birdir. Bilməkdən o, bir var o. Yəni, el yadda saxlayıb bir tər yadda saxlaya bilərsiniz. Yəni, başqa bir şey yoxdur, əzbərləməz. Yəni, mən başqa nə deyim bu barədə. Mövzunu tam öyrən, sonra test yaz. Bu, məndə əvvəl səhv edirdim. Mövzunu oxuyurdum. Deyirdim ki, hə, biraz da düstur əzbərliyim. Mənim bir təfəkkürüm yarandı ki, hə, bu mövzu nədir, nədən bağlıdır. Hə, ondan sonra testi yazdım, əsas testi qutarım. Təzdən qaydaya qaydaram. Onu eləyəndə də inanırsınız 2 qat vaxtımız çox gedir. Əslində bu fikirlə mən düşünürdüm ki, daha vaxta qənaət eləyərəm, testi daha tez qutararam və s. Amma normal 2 qat vaxt itiririk. Niyə? Siz test yazmağa başlayacaqsınız. Orada nəzəri biliklər gələcək ki, hansısa bir qaydadan bir cümləni məsəl üçün orada sual kimi salıbdır. Siz təzən girəcəksiniz, qaydaya baxacaqsınız. Sonra gəlib təzən testə baxacaqsınız. Sonra onun variantını yazacaqsınız. Sonra təzən düstur yadınızdan çıxacaq. Təzən gələcəksiniz və çox çətin olacaq. Düzdür, test yazaraq öyrənmək çox düz bir şeydir. Niyə? Çünki mən məsəl üçün qaydanı öyrəndim, okey. Amma həmən sonra da testi yazın. Niyə testi yazın? Çünki elə olacaq ki, siz öyrəndiyiniz qayda daha çox möhkəmlənəcək. Bir var, həm bu günlər qayda öyrəndim, sabah test yazıram. Düzdür, yatmağa yaxın bir vaxtdasınızsa və s. çatdırmırsınızsa, okey, bir şey deyə bilmərəm. Amma çalışın ki, eyni zamanlamada eləyin ki, həmən öyrəndiyiniz qaydanı test yazaraq möhkəmləndirəcəksiniz və o qaydanı daha gec unutmağınıza səbəb olacaq. Və unutmamaq üçün qaydanı da çalışın ki, tez-tez təkrarlayın. Yəni, mən eləyə bilmədim, yenə deyirəm, siz eləyin. Məsəl üçün, bu günləri öyrəndiniz ki, bir həftə boyunca deyək ki, 2 dəfə hazıra getdiniz. 2 gündə də deyək ki, 3 mövzu öyrənirsiniz, məsələn. O 2 dəfəlik hazırda 3 mövzu cəmlikdə öyrənirsiniz. Həftənin sonunda o 3 mövzudan hansına çətin çəkirsinizsə, yaxud deməli çətin çəkmirsinizsə, ümumi baxımdan belə vərəqləyin, qayda dəftəri, qayda kitabı varsa, yəni PDF-dirsə belə biraz gözünüzdən keçirin ki, bu düstur falan filan. Yəni maksimum yarım saatınızı aparacaq, amma ki, en azından yadınızda qalacaq ki, hə, bu düsturlar var idi, bu qayda var idi. Mən bu həftə boyunca 3 dənə mövzunun rahatlıqla aradan çıxarmışam falan filan. Həm də beyniniz rahat olacaq ki, okey, mən bu 3 mövzunu tam bilirəm ki. Hansısa bir sualınız da olsa ki, məsələn, mən bu hissəsi başa düşməmişəm, müəllimimizdən çəkinməyin. Bir yazıb ki, müəllimə sual verməyə utanıram. Dərs ortamım yenidir və s. Yenə dediyim kimi, biri ilə dost ola bilərsiniz ki, ümumi ortamdan öyrəşə bilərsiniz. Amma ki, o qədər uşaqlar var ki, hara gedirsə yeni ola bilər, ortamı öyrəşməyə bilər, çətin çəkə bilər. Hansı ki, hamımızın başına gəlir ki, ilk dəfə həmin nazığa gedirik. Düşünürəm, ümid edirəm ki, zaman keçdikcə yaxınlaşa bilərsiniz. Amma elələr də olur ki, sizin tipiniz deyil. Nə də tipiniz deyil. Yəni, onun düşüncələri sizin düşüncələriniz olmaya bilər. Ona görə dost olmaq məcburiyyətiniz deyilsiniz. Yəni, ona görə də özünüzü hədir eləməyin ki, hə, mən dərs saatımı qıraq odur ki, onlarla dost olmağa çalışım, onlarla bir ortama gedə bilim. Yəni, onlar bir yerdə bu yana gedirsə, siz də eyni yola gedirsiniz, amma sizlə getmək istəmirsə belə, siz özünüz tək gedin. Yəni, bu özünüzə qarşı şeyiniz olsun ki, yəni mənə vec deyil, əsas mən özüməm, əsas mənim təhsilimdir. Neyiniz, siz onların dost olmağı məsələn deyiləm, sonra pis algılamayın. Nə deyirdim? Yəni belə ki, müəllimimizdən sual verməyə çəkinməyin. Bilin ki, əgər ki, biraz qeyri-adi müəllim deyilsə, normal bir müəllimdirsə, normal siz sual verəndə, siz daha çox maraqlananda həmin dərs barəsində müəllim daha da çox şey olacaq ki, uşaq oxumaq istəyir. Zəif belə olsa, mən ona köməkli eləyim.
bu düşüncə %100 yaranacaq, yəni ona görə də qorxmayın. İmtahana az qalmış necə təkrarlayırdım. Mən fizikaya güvənirdim. Ən güvənmədiyim fən biologiya olduğu üçün bir aydan əvvəl, harasa bir 2-3 həftə qalmış, mən təkrar başladım. Amma sırf biologiya üzrə, yəni sırf biologiya təkrarlayırdım. Sonra niyə sırf biologiya təkrarlayırdım? Bilirdim ki, mən biologiyadan bilirsiniz də, yəni qayda olaraq baya bir 6, 7, 8, 9, 10, 11. Yəni 6 sinif var. 6 sinifi təkrarlamaq nisbətən daha uzun gəlir. Nəinki hər hansı bir PDF-i və yaxud da bir kitabı təkrarlamaq. Məsələn, kimya bir kitab sayılır da, yəni düzdür qalındır, amma ki bir kitab sayılır. Onu təkrarlamaq çox gözümə dayanmırdı ki, yəni bir günümü sırf kimya sərf edəcəm, bir günümü də sırf fizikaya sərf edəcəm. Düzdür, 3 gününüz olsa daha yaxşıdır ki, bir gün yarım, bir gün yarım, yaxud da bir gün fizika, bir gün kimya, bir gün də sırf ümumiləşdirmə. Mən belə eləmişim əslində. Çünki 6-cı gün dərs oxumaq daha çox effektiv olmadığı üçün belə elədim. Amma ki 6-cı gün hər halda hər bir imtahandan əvvəl məcburiyyətini oxudum. Yəni nə qədər dedim ki 6-cı gün oxumayacağam, amma oxudum. Düşünürəm ki birinci imtahanda zəif yazmağımın səbəbi də oydu. Çünki gecə saat 2-də yatmışdım. 2-yə qədər də dərs oxumuşdum. Sonra saat 5-də durub yenə də biologiya oxuyub getmişdim imtahana. Bəlkə də beynim o 3 saat yuxu ilə getdiyim üçün elə 375 yazmışdım. Amma belə yəni. Çalışın ki, siz elə eləməyin. Çünki məndə hər şey qalmışdı son günə. Bir həftə içində təkrarlayıb qutara bilməmişdim. Elə ki, ikinci şansda 2 həftə əvvəl başlandım biologiya təkrarlama. Birinci şansda isə sırf bir həftə qala təkrarladığım üçün çatdıra bilmədim və 6-cı gün düşünün ki, gecə saat 2-dir, mən orada şey təkrarlayıram. Qəbul yazıram və qəbulan heç bir işləyə bilmədim. Sırf 2022-ci ilə qədər işləmişdim. Bizim müəllimimiz işlədirdi. Onun sözü yox, həqiqətən müəllim baxır, sözünü saysın. Amma mən heç o şeylə gedə bilmədim. Nə müəllimi işlətməyinə gedə bilmədim. Çünki qrupumuzda məzunlar idi. 1-2 nəfər var idi ki, belə bir də mən idim, hətta deyəsən ki, belə imtahana gedəcəkdim. Elə ki, mən imtahana getdim. O vaxt özümü toparlamağım buraxılış falan. Ona görə də onlar qəbullar yazmağa başladılar. İstəsəniz 1-2 dəfə sıranı itirəndən sonra davam eləyə bilmədim. Hər nəysə. Yəni imtahana qalmış, mən belə güvəndiyim üçün belə təkrarladım. Çünki elə konspektdir, 20-30 dən konspekt var. Çatdıraram və bilmirəm, müəllimimə güvənirdim ki, müəllim mənə öyrədibsə, mənim yadımdan çıxsa belə öyrəndiyim bir şey olduğu üçün son dəfə oxusam yadıma düşəcək. Mən bu ağılla getmişdim. Düstur, cihazlar və vahidlər. Mən bunu son 6-cı gündə oxudum. Çünki düsturlar nədir? Yəni düsturları tez təkrarlamadım. Çünki adi fizika təkrarlayan vaxtı onları təkrarlayırdım. Bu ayrıca sadəcə indi elə bir internetdə PDF-lər tapa bilərsiniz ki, Telegramda və yaxud da WhatsApp qruplarında tapa bilərsiniz ki, düsturların ümumi hamısı yığılmış bir formada ola bilər ki, siz təzən oxuya bilərsiniz və yaxud da ki, bir düstur dəftəriniz varsa, imtahan, yəni dərsləri keçdikcə oraya yazırsınızsa, səsim batdı çox danışmaqdan. Əgər ki, düstur dəftəriniz varsa, qeyd dəftəriniz varsa, oraya yazırsınızsa, son 6-cı gündə məsəl üçün onların hamısını təkrarlaya bilərsiniz. Amma ümumi dərs oxuyan vaxtlarda da, hazıra gedən dövrlərdə də bir günü ayarlayıb o gündə həmin düsturları təkrarlaya bilərsiniz. Amma mən 6-cı gün, yəni imtahana bir gün qalmış, vahidlərlə cihazları təkrarlamışdım. Cihazların birinin PDF-i var idi, haradasa bir 3-4 səhifəlik PDF-i idi. Onu da yeni internetdən tapa bilərsiniz. Axtarsınız Telegramda və yaxud da WhatsApp qruplarında tapacaqsınız. Orada da ki, bütün cihazlar nə işə yarayır, hansı qanuna əsaslanır onların iş prinsipi, bir də ki, o cihazın şəkli göstərdik ki, yəni bu cihaz budur da, yəni. Ona görə də elə eləyəndə mən belə yazımda qalmadı, yenə unudurdum. Ona görə mən o cihazlarla vahidləri son gün təkrarladım. Çünki müəllimimiz demişdi ki, mütləq oxuyub getin. Mən belə düşmüşdü ondan sonra, yadımda deyil, amma hər dəfə bir dənə falan düşüşür. Onlara yəni önəm verin ki, daha çox vurğuladığım şey odur ki, indi mən imtahana qalmış, təkrarlamışdım da. Amma siz düsturlara, düsturu zaten məcbur oxuyasınız, cihaz və vahidlərə mütləq fikir verin. Səhv dəftər və düstur dəftəri. Mən dəftərə bir şey yazmağı sevmirdim. Ona görə də yox oldu. Yəni düşünün ki, adi testi falan yazanda belə PDF-in
telefonun üstündə yazırdım. Bilməm, mən belə öyrəşmişdim. Amma yəni istəsəz get və düstur dəftəri tuta bilərsiniz ki, ümumi düsturlar yadınızdan çıxmasın. Hər dəfə durub gecə saat 2-dir, bir anlıq bir düsturu xatırlamasınız. Həm belə vərəqləyib həmin düstura baxasınız deyə. Amma yəni yaza bilirsinizsə və yaxud da ki, hardasa bir dostunuz falan yazıbsa onu götürün, çəkin və yaxud da özünüzü köçürün. Belə bir şey eləyə bilərsiniz ki, yadınızdan çıxmasın. Yəni yadda saxlamağın yollarını deyirəm mən burada. Yəni mən məsəl üçün bilirdim ki, belə yadda qalacaq, imtahan az qalmış təkrarlayacağam və yaxşı olacaq. Bunu düşündüyüm üçün mən elə bir şey eləmədim. Amma yox düşünürsünüzsə də yadınızda qalmırsın, onda eləyə bilərsiniz. Hə, əsas budur. Ən çox edilən səhvlər. Deyirlər ki, hə, mənim fizikam yaxşıdır, amma testləri falan yaza bilmirəm. Və yaxud da bilirəm, amma səhv çıxır. Bunlardan bir səbəb də video uzun olur deyə tez-tez danışmaq istəyirəm. Bunlardan bir səbəb də orada olur, kiloqram, kilometr, metr, desimetr, metrin kubu zasut. Elə söhbətlər olur ki, onlarda vahid çevrilişinə ehtiyac olur. Məsəl üçün, sizə metr bölünsün saniyə ilə cavab istəyir, orada kilometr falan danışır. Onlara gələk vahidini çevirəsiniz. Çünki eləməsəz, bildiyiniz sualı belə səhv yaza bilərsiniz. Deyərsiniz ki, hə, bu xətlə bərabər sürətli hərəkəti çox sadə bir sualda. Mən niyə bunu səhv yazdım? Bir də eləyər ki, hə, burada kilometr falan dəyişmək lazımmış. Vahid dəyişməliyinə önəm verin. İmtahana çətin suallara ilişmə. Hansısa bir imtahan olur. Sınav imtahanı ola bilər, əsl imtahan ola bilər, müəllimizin keçirdiyi imtahan ola bilər, evdə öz-özünüzdə elədiyiniz imtahan ola bilər, hər şeydir. Çətin sual gördünüzsə ilişməyin, keçin. Bunun hamı deyil zaten, onca klişe kimi tez-tez deyib keçəcəm. Yəni o sualı yaza bilməyəcəksiniz, dərdə girəcəksiniz, 5-10 dəqiqəniz gedəcək. Hansı ki mən bunu harda eləmişdim, buraxılışda mən bilən eləmişdim. Ya da sınav imtahanı yadımda deyil. O sualı ilişib qalırsınız. Düzdür, mən hər dəfə keçməyə çalışırdım ki, hə, vaxtı bitirmə o sualı, keçirdim düzdür. Amma ki, nə də olsa, yenə də vaxtımız gedir də. O suala ilişirsiniz, çətin çəki sual quruzu girirsiniz ki, ayda bu suala görə indi bu qədər bal yaza bilməyəcəm və s. Keyfisi pozmağa dəyməz. Asanları yazın, orta sualları yazın, sonra gələrsiniz, eləyə bilsəz, eləyərsiniz, eləyə bilməsəz, canınız sağ olsun, gələn imtahanda düzəldərsiniz, əgər sınav imtahanıdırsa. Haz dərsində necə eləyirdim? Mən də müəllimlərim normal dərsin qaydasını keçirdilər, testi verirdilər və bitəndə də dərs. Heç nə, imtahan, dərsə bir gün qalmış oxuyurdum. Hər dəfə deyirdim ki, aynaz həmin gün həmin dərs oxu. Necə yəni? Məsələn, bugün fizika oldu saat 10-da. Biraz dincələ, sonra başladı təzə fizikanı oxumağa. Amma mən təbii ki, yenə onu çatıra bilmirdim. Yenə alındıra bilmirdim. İntellekdə də bunu görürdüm. YouTube'da da deyirdilər ki, belə elə. Amma mən çatıra bilmirdim. Ona görə də hazır vaxtı dərsdən əvvəl oxuyurdum, sonra da dərsə qoşulurdum. Belə. Bir də sual verirlər ki, onlayn qoşulmağın belə yəni bir fərqi varmı? Yoxdur. Mənə görə fərqi yoxdur. Amma elə uşaqlar vardı ki, mənə deyirdi, məsəl üçün, mən də onlayn getmək istəyirəm, amma başa düşmürəm və yaxud da ki, məsuliyyətim azdır. Yəni, müəllim orada dərs izah eləsin, mənim kameram bağlı olacaq. Mən də gedib orada yiyəcəm, içəcəm, heç dərsi qulaq asmayacağam. Ona görə fərqi olanlar olur, olmayanlar olur. Məndə məsələn, biologiya ilə fizika onlayn idi və mənə bir problem yaratmırdı. Ümumiyyətlə deyim ki, fizika həm də çətin olur. Sadəcə bacarmıram deməyin. Daha çox fizika praktika tələb edir. Yəni, nə qədər çox praktika eləsəniz, nə qədər çox test işləsəniz, nə qədər çox mövzunu mənimsəməyə çalışsınız, bir izahla başa düşməlisiniz, başqa izaha baxın, başqa izah başa düşməlisiniz, öz mənimizdən soruşun. O da alınmadı, nə bilim, birindən tapın da, yəni dostunuzdan kömək istəyin. Ən çox ki, dostunuzdan kömək istəyə bilərsiniz. Nə baxımdan? Olur ki, müəllimin belə sizi başa düşmür ki, bu uşaq niyə başa düşmür? Amma şagirdi məncə daha yaxşı başa düşə bilər. Çünki o qədər olub ki, bir-birimizə dəstək olmuşuq. Mən birinə nəsə izah eləmişəm, biri mənə bir şey izah eləyib. Kimyədə elə idi, yanımda bir qız vardı, adını çəkməyib. Məsələn, mən ona sual izah eləyirdim, o mənə sual izah eləyirdi və şükür Allaha ikimiz də yüksək nəticə yazdıq. Sadəcə indi o biraz istədiyi kimi olmadı. Qayda necə yadımda qalırdı? Zaten bayaqdan bunlar danışıram. Yenə deyirəm, yadımda mən bilirdim ki, imtahana yaxın yadımda saxlayacağım da, amma bayaqdan dediyim kimi qeyd dəftər tuta bilərsiniz, onu eləyə bilərsiniz, təkrar çox eləyə bilərsiniz ki, başqa bir çarəsi yoxdur. Yəni, ağlınızda ona dair bir məlumat yoxdursa, adam adı belə olsa, siz bir dəfə o adamı görsəz, hə,
ani yaddaşda qalacaq ki, bunun adı məsəl üçün Zəhradır. Və onu bir də görməsəniz, o Zəhra adı yadınızdan çıxacaq. Bir 2-3 ay keçsən, səhərdən o adamın sifətinə baxsaz, deyəcəksiniz, sənin adın nə idi? Bilməyəcəksiniz. Düşünün, bircədən sözdür, bircədən Zəhradır. Amma o Zəhra adını bir dəfə gördünüz həmin xanımı, deyirsən Zəhradır. Bir 3-4 gün keçdi, bir həftə keçdi, təzədən həmin xanımı görürsünüz. Hə, sənin adın Zəhraydı deyə biləcəksən. Niyə? Çünki bir dəfə gördün, bir gün keçəcək, təzədən görəcəksən. Hər dəfə gördükcə zaten onun Zəhra olduğunu avtomatik biləcəksən. Heç 3 ayda, 5 ayda keçsə də. Ona görə təkrar bunun tipli bir şeydir. Yəni siz o qaydanı öyrəndiniz, təzə idi. Təzə olduğu üçün ani yaddaşda qaldı ki, okey, hə, mən bu qaydanı bilirəm. Çevre özü düzəltdə, nə bilim, düstur budur falan. Hə, bu yadımdadır. Bir müddət keçəcək, bir ay falan keçəcək, unudacaqsınız. Ona görə də bir ay keçməzdən və ən azı 1-2 həftə keçəndən sonra təzədən təkrarlayın ki, hə, burada buydu qayda, bunda buydu, yadda saxladınız, hə, bir müddət keçər, başqa qaydaları təkrarlayarsınız. Təzədən çevrəyə gələndə bir ay keçər, təzədən çevrəyə gələrsiniz. Bir də təkrarlayan sonra bir də görəcəksiniz ki, həqiqətən çevrəni çox yaxşı bilirsiniz. 1 və 4-cü qrupun fərqi. Sadəcə suallarda çox fərq olmur. Yəni imtahanlara baxsaz, hardasa %80, 85, 90%-ə yaxın suallar eyni olur. Situasiya ilə ətrafını çıxıram. Yəni 27 sualın hardasa 24-ü falan eyni olur. Qalan 3 sualda biraz fərqli ola bilər, amma əksərən eyni olur. Sadəcə 200 sual fərqlənir. Yəni düşünməyin ki, hə, birində fizika çətin düşür, birində fizika asan düşür. Əsla belə bir şey yoxdur. Sadəcə bir fərq situasiyanın ətrafının fərqidir. Situasiyanın ətrafının fərqidir ki, o da ki, nətər olur? Situasiya bir sual olur. Yəni bilən bilir də zaten. O sualın çərçivəsinə 3 dənə bizə sual verirlər. Mənə görə bu çətin gəlmirdi. Çətin gəlmirdi, çətin gəlirdi. Sadəcə mən az işləmişdim deyə, ona görə çətin gəlməyə bilərdi. Yəni, niyə az işləmişdim deyirəm? Mən qəbulları falan özüm işləməmişdim. Maddeləri özüm işləmişdim, fizikadan o ayrı. Amma ki, qəbulları müəllimlərin izahına baxmışdım. Həm biologiya olsun, həm kimya yox, o kimya özüm işləmişdim. Fizika olsun, fizika ilə biologiyanın qəbullarını müəllimlərin izahına baxaraq öyrənmişdim. Yəni girmişdim YouTube'a, yazmışdım izah. İzaha baxmışdım. Əgər oradan belə başa düşməsəm, mən müəllimə atırdım ki, müəlliməm bunu başa düşmədim. Müəllimlərim də sağ olsun izah eləyirdi. Yəni ona görə də özüm sərbəst şəklində situasiya yazdığım çox az hallarda olubdu. Amma situasiya tipli çətin suallar müəllimim yazdırırdı. Ona görə də oradan avtomatik çətin suallarla başı gəlməm var idi. Situasiya belə olur ki, əsasən birində deyək ki, cihaz varsa, o cihaz nə işə yarayır, niyə bu cihaz qoşublar filan belə tip suallar gəlir, amma hamısı bir-birinə bağlı olur. Yəni gözünüzü qorxutmasın ki, 27 bal verir mənə. Düzdür, onun baxımdan qorxmalısınız, ona görə çox çalışmalısınız. Amma ki, yəni ölüm dərəcəsində çətin olmur. Yəni bu barədə bir şey deməyim, ətrafdakı birinci qruplarda adi açıq sualdır. Sadəcə nisbətən onun yazısından daha ətraflı, biraz da o biri suallara nisbətən biraz çətin olur ki, yoxlasınlar bu uşaq fizikadan tam bilir, yoxsa hələ də yarım yamalaqları var. Yəni bunlar sırf budur. Amma qorxmayın. İmtahan sizin bilincinin göstəricisi deyil. Sadəcə imtahan sizə bir nöqtədə lazım olur ki, növbəti mərhələyə keçmək üçündür. Növbəti mərhələdə imtahandan sonra universitet mərhələsidir. Yəni mən də sizin kimi bir mərhələdən keçmişəm. Mən də sizin kimi 9, 10, 11 məzun olmuşam. İndi də deyəcəksiniz ki, hə, orada oturub danışmaq rahatdır. Heç rahat deyil. Yəni mən də sizin kimi bir dövrləri keçmişəm, gəlmişəm bu dövrə. Yəni, mən də sizin kimi bir dövrlər keçmişəm. Mən də sizin kimi çətinliklərim olubdu. Mən də sizin kimi gecələri ağlamışam ki, mən də bu fizika niyə alınmır, mən niyə bunu oxuya bilmirəm, mən niyə yadda saxlaya bilmirəm. Yəni, mən də sizin kimi bir abituriyent olub gəlmişəm. O yorumlarda yazırlar egosuz falan. Amma ki, düşünün ki, məni belə tanımayan biriləri var idi ki, hə, hazırlıq etmişdim, başqa qrupuydu, yəni məndən böyüdü və s. Yəni, bilirsiniz də, amma biraz dərdləşmə olsun bu axırı. Olur ki, bir insan tanımazsan, gedərsən bir otağa düşürsən, müəllimi tanıyırsan. Amma qan heç bu uşağı tanımırsan, onlar səndən 1-2 yaş böyükdür. Yəni, mən sadəcə sakitcə otururdum, məsələn. Otururdum da, yəni onlarla danışmaram, yəni heç bir danışacağımız mövzu belə yoxdur. Yəni mən indi hazırlıqlarda nisbətən savadıma görə fərqlənirdim. Ona görə bəlkə bəzilərinin düşüncəsi fərqli olurdu mənim haqqımda. Bəziləri düşünürdü ki, egoluydum. Bir qız var idi. Deyirdi ki,
və həmin günü həmin otaqdaydı. Mən sakitcə oturmuşdum. Yəni nə danışırdım, nə deyirdim, gülürdüm. Sadəcə müəllimlə danışırdım. Çünki sadəcə tanıdığım, söhbət eləyə biləcəyim bir tək müəllim var idi. Ona görə də müəllimlə danışıb eləyə bilirdim. Amma yəni başqa rahatda oturmuşdum. Amma ki, həmin qızla bir müddət keçdi, başqa hazırlıqda yenə bir vaxta düşdük. Yenə də o məndən 1 yaş böyüdü, mən olanda 11 idi. Amma ki, eyni hazırlıq ortamındaydıq, yəni eyni hazırlığa, eyni vaxtda gedirdik. Orada qız məni tanırdı, istər-istəməz elə ortam idi ki, yəni dost ortamı, dost olmuşduq, danışırdıq, deyirdik, gülürdük. Bir yol gedirdik, bir gəlirdik, bir getməsək belə ortada durub söhbət elədiyimiz olurdu. O hazırlığa girməzdən əvvəl olur, 5 dəqiqə qabaq. O bundan dərs soruşur, bu bundan söz soruşur, bu bundan nəsə istəyir, ya da hansısa bir şeyin söhbətini eləyirlər. Bu ortam olanda o məni yaxından tanımaya başladı ki, hə, bu qız həqiqətən səmimi bir qız imiş. Sadəcə tanımadığı insanlara qarşı eləymiş. Və məni qayıdıb dedi ki, Ayaz, mən səni tanımazdan əvvəl belə səmimi olduğu bilmirdim, çox egolu bilirdim. Yəni əksəriyyət ətrafındakilərin əksəriyyəti deyir ki, çox egoluydu. Yəni biz tanımazdan əvvəl elə bilirdik ki, çox egolu bir qızsan, özünü çox dartarsan, yəni şeysən də, necə deyim, özü bəyənmiş bir tipsən. Amma bilmirdilər ki, yəni çoxu da bəlkə də bilmir, amma mən həqiqətən elə biri deyiləm. Niyə elə biri deyiləm? Sadəcə yerli yerində davranıram da. Yəni elə ortam ola bilər ki, orada heç deyib güləsim gəlməz. Çünki nə tanıdığım biriləri olar. Yəni demirəm, tanımadığımsa, yəni sizlər də tanımam, amma belə səmimi davrana bilirəm. Sadəcə biri var ki, sənin tipi insanlar olmaya bilər və yaxud da ki, o ortamdan xoşun gəlməyə bilər. Məsəl üçün, gedirsiniz bir otağa, sadəcə oradakı insanlar sizi tutmur, oradakı ortam sizi tutmur. Ona görə də yəni o havanı yaranmayandan sonra deyib gülməyin, ha deməyin bir mənası yoxdur. Yalandan eləmiş kimi görünməyin mənası yox idi. Amma ki, mən biləndə ki, heç tanımasam belə o auranı insan istəsimiz hiss edir. Bunu hər insan başa düşə bilmir. Siz də mənə başa düşürsə, deməli, siz də mənim kimi bilirsiniz. O auranı görəndən sonra ki, burada həqiqətən də belə baxanda başqa bir hazırlığa gedəndə də, mən ilk dəfə ora girəndə heç bir düzü dostumuz falan yox idi. Yəni, dostum dediyim hazırlıq yoldaşı olaraq yaxın deyilik. Amma bir gün, 2 gün, 3 gün gördük ki, həqiqətən mən bu insanlarla tutuşa bilirəm, fikirlərimiz ortaq gələ bilir. Ondan sonra isə istərsiniz əsl mənimlə tanış olmaq olur. Sizinlə də həqiqətən də normal həyatda necəyimsə, normal yaxınlarımla necəyimsə, o ünsiyyət yardım, o səmimiyyət yaratmaya çalışıram ki, ümid edirəm və düşünürəm ki, yorumlardan da görürəm, həqiqətən o səmimiyyət yaranıbdır. Yəni, o düzlüyünü mən sizi görməsəm, siz məni görürsünüz. Hal-hazırda bu videoda saatlar sonra sizin qarşınıza çıxacaq. Ümid edirəm də bəyənirsiniz. Amma yəni mənim həqiqətən də burada indi danışdığım, son 10 dəqiqədə danışdığım nə varsa, necə davranıramsa bu video çərçivəsində həqiqi həyatda da eləyəm. Yəni kənardan belə görsəz, sual vermək üçün yaxınlaşmaqdan belə utanmayın. Çünki həqiqətən də mən əsəbi, çox aqressiv biri deyiləm, egolu deyiləm, özümü bəyənmiş deyiləm. Hər kəs özünü bəyənir, hər kəs özündən razıdır. Amma bu lovğalıq dərəcəsində olmamalıdır və mən də lovğa deyiləm ki, mən də 696 yazmışam. Mən burada heç birinizə məsləhət verməyim, heç nə deməyim, qoy başqalarının məndən aşağı olsun ki, mən yuxarıda qalım, yox. Təbii ki, elə bir şey fikirləşmiş olsaydım belə, sizinlə danışıb, sizlərə məsləhət verməyiz. Belə yəni, inşallah ki, videomu bəyənirsiniz. Video sizin üçün yararlı olubdur. Yararlı olubsa like atıb, abunə olub, yorum yazmağı unutmayın. Xoş sözlərinizi gördükcə videolar daha tez-tez gələcək ki, həqiqətən də bu video istənilir. Növbəti video nə olsun? Hansı fən haqqında olsun? Görüm hansı fən daha çox olmay alsam, onu çəkəcəm. 9-la onları çəkəcəm. Sadəcə sizləri niyə biraz geriyə atmışam? Çünki onlar elədi ki, hələ imtahan dövrlərinə var. 9-larında yəni düzdür, çox istəyirəm tez çəkim. Sadəcə əsas 11-lərdə də 11-lər universitet həyatını həll edir bu məsələ, amma sizlərin hələ ki belə böyük bir həyatınızı həll edəcək məsələ deyil və sizin imtahanınız biraz gec olur. Ona görə 11-ləri həll edeyim, sizlərə də gələcəm. Yəni ana dili, riyaziyyat, ingilis dili, kimya və biologiya qalıb. Bu 5 fəndən hansını daha çox istəyirsinizsə yazın. Sadəcə mənə dedilər ki, blok fənlər daha tez olsun ki, blok fənlər başlayıb və çətinə çəkirik. Ona görə də ilk fizika fəndən başladım ki, həm 1-ci, həm də 4-cü qruplara faydalı ola bilim. Ümid edirəm də faydası dəyibdir. Başqa fizikayla bağlı sualınız varsa yazarsınız. Ola bilər mən görməmişəm. Hansısa bir şey ağlıma gəlməyibdir. Belə yəni,
Bu 5 fəndən hansını daha çox istəyirsə, yorumlarda yazın. Orada danışarıq. Görək hansına çəkim növbəti. Yəqin ki, hardasa 2 gün içərisində o biri videoda gəlirlər. Ondan da başqa, dərsdən də başqa istəyirəm ki, normal həyatla bağlı, nə bilim, yəni gündəlik nə tip videolar istəyirsinizsə, shorts bölməsində və yaxud da ki, belə uzun video şəklində deyin ki, necə bir videolar çəkim, həm sizə motivasiya olsun, həm nə bilim, bir insanın mənim bir həyatımı görmək üçün hansı tip video ideyalarınız var. Yəni yorumlara yazın, gözləyəcəm ki, nə tip videolar çəkim. Məsəl üçün, mən bu videonu çəkirim uzun video şəklində. YouTube-da çox gözəl etkili iletişim yaradır. Amma mən bu videonun TikTok və Instagram'a uzun video olduğu çata bilmirəm. Onu qısaldılmış, yəni başlıqlarını qoyuram ki, orada olanlar görsün ki, həqiqətən də başlıqlarından danışmışam. Gəlib YouTube-dan baxa bilsinlər. Amma ki, belə qısa video şəklində hansı ideyalarınız var ki, mən onları çəksəm, həm faydalı olar, həm maraqlı olar. Faydadan da kənar, yəni demirəm, ancaq dərs barəsində olsun. Adi video ideyamız, yəni. Ki, nələr çəksəm daha xoş gələr, daha çox izlənmək gələr, daha çox sizin marağınızı cəlb eləyər. Bu ideyalarınızı gözləyirəm. Yorumlarda hansı fikirləriniz varsa bölüşərsiniz. Hamısını oxuyacağım. Narahat olmayın. Hamısında ürək basmağı unutmuram. Belə. Özünüzə yaxşı baxın. Videonun kapanışı məncə çox gözəl oldu. Ümid edirəm ki, sizlərlə daha böyük bir ailə olarıq. O qədər gözəl şeylər gəlir ki, o olur. 341 nəfər olduq. Mən yazmazdan kənar başqaları da yazır. 350 olduq. İnşallah bundan da çox olarıq. İnşallah. Təbii ki, mənim gözüm rəqəmlərdə deyil. Bizimlə olan əlaqəmizdədir ki, həqiqətən bir-birimizə qarşı necə əlaqə yaradırıq. Sizlərlə mənim aramızda olan əlaqədir. Düzdür, sayda bir nöqtədə xeyir eləsə, yəni bir nöqtədə də insana motivasiya kaynağı olsa da sizin xoş yorumlarınız, sizin məni takip eləməyiniz, like atmağınız, nə bilmək, yorum yazmağınız, TikTok və Instagram olanlar unutmasın, geçsin oradan da məni takip edib videolarıma rəylər yazsınlar, gözləyirəm. Öpdüm hamınızı. İnşallah növbəti videoda görüşərək 5 mövzudan birini seçin. O barədə danışacağım. Hansı daha çox gəlsə, ondan danışaraq növbəti videoda. Öpürdünüz.